Millət, deyirəm, bu MTK-lar var, ha, yeni tikirlər, çox haqsızlıq eləyir. Bax, bura lift korpusudur da, lift korpusudur. Amma pilləkən korpusu ayrıdır. Bax, hamıda da, yəni təzə tikirlərin, yəni 99%-ında belədir. Amma pilləkən elə bir ki, ayrıdır, yəni lift korpusundan. Bax, burada məsəl üçün, burada gül kimi şərait var da, hansı ki, yuxarı mərtəbələrdə buradan heç kim hərəkət eləmir. Yəni, heç bir axmaq 10-cu, 11-ci mərtəbədə pilləkən lift dura-dura pilləkənlə düşmür. Və bu cürə şərait var. Bəzi qızlar var ki, məsəl üçün gəlirlər burada oğlanlarla 100 cür hoqqa çıxardırlar, yəni istirahət edirlər. Bura bir kravatdan zaddan niyə qoymurlar? Bu MTK niyə haqsızlıq eləyir? Və bu bəzi qız anaları niyə şikayət eləmir ki, ay MTK, bizim qızlarımız oğlanlarla orada hoqqa verirlər. Bir məkan seçiblər özlərinə. Və onlara niyə bir şərait? Bura məsəl üçün qəşəng kravat qoymaq olar, divan qoymaq olar, məsəl üçün Wi-Fi çəkmək olar bloklara ki, cavan o bəzi qızlar istirahət eləsin. Yəni gözdən qıraqda, buradan cəmaət keçmir deyə burada istirahət edirlər. Nə bilim valla, bu MTK-lar niyə bir haqsızlıq eləyir? Bu bəzi qız analarını, qızlar niyə başa düşmür?